Salam dostlar, xoş gördük. Bugünkü videomda kök çakra haqqında danışmaq istəyirəm. Yəni əvvəlki videoda bu barədə artıq danışmışıq. Bildiyimiz kimi qədim Hind, Çin və digər təlimlərə görə insanın bədənində enerji nöqtələri, enerji giriş-çıxış nöqtələri, çakraların olduğu güman edilir, belə düşünülür və bu Hind təliminə görə İnsanın bədənində bu çakralar onun onurğa sütunu boyunca büzüm nöqtəsindən tutmuş da başının üstündəki təpə nöqtəsinə qədər düzülmüşdür. 7 çakranın olduğu düşünülür və ilk çakra kök çakradır. Kök çakra yerləşmə yeri büzüm nöqtəsində olduğu düşünülür və bu çakranın rəngi qırmızı rəngdir. Bu çakra əsasən insanın dünyaya bağlanma, torpaqlanma enerjisini təmsil edir. Qeyd edim ki, bu Hind təliminə görə çakralar enerji kanalının, mərkəzi enerji kanalının, nadi kanalının, sumna nadinin üzərində yerləşən enerji giriş-çıxış nöqtələri hesab olunur. Yəni belə bir nöqtələrin olduğu düşünülür və bunlara da çakra adı verilibdir. Çakra sözünün mənası qədim sanskritcə təkərlək mənasını verən sözdür. Yəni bu da fırlanmaq, dönmək mənasında olduğu bildirilir. Kök çakra dediyimiz kimi insanın dünyaya köklənməsini, onun bu dünyada kök atmasını, dünya ilə onun uyum saxlamasını, dünya ilə bağ qurmasını təmin edən çakradır. Yəni bu çakra nə qədər düzgün işləyərsə, o nə qədər oradakı enerji axışı sərbəst olarsa, insan dünyaya köklənməkdə, dünyaya bağlanmaqda bir o qədər heç bir çətinlik çəkməz. Yəni bu onun üçün bir o qədər asan olar. İnsan dünyanı öz evi hesab edir. Yəni belə bir deyim var. Dünya bizim evimizdir. Bu deyim də işte boşuna söylənməmişdir. Yəni insanlar, dünyaya gələn hər bir insan dünyaya bağlanmalıdır, onu sevməlidir. Orada yaşadığı müddətcə belə bir şövqlə yaşamalıdır. Yəni sabaha ümidlə yaşamalıdır. Bu ümidlə qurmalıdır, yaratmalıdır. Öhdəsinə düşən işləri yerinə yetirməlidir. Bu çakranın tərazlıqda olmadığını, dəngədə olmadığını, düzgün işləmədiyini göstərən əlamətlər, yəni insanın həyatda köklənməyinə mane olan, köklənməyinə imkan verməyən şeylər, insanda yaranan qorxular, əndişələr, narahatçılıqlardır. Yəni insan bir iş görür, işin nəticəsinin necə olacağından əndişəsi olur, şübhəsi olur. Daim sabahı düşünür, sabah nə olacaq, necə olacaq? Bu cür əndişələrlə yaşamaq. Burada məsələ planlı yaşamaqdan deyil, həyata qarşı bir inamsızlıq olmasından söhbət gedir. Amma bu kök çakrası əgər tarazlıqda olarsa, orada enerji axışı düzgün olarsa, kifayət qədər oraya enerji daxil olar və normal hərəkət edə bilərsə, bu zaman insan asanlıqla həyata bağlanır, həyata köklənir, dünyanı öz evi hesab edir və çox gözəl gördüyü demək olar ki, bütün işlərində uğur qazana bilir. Bəs bu kök çakranı dəngədə saxlamaq üçün, onun tarazlığını qorumaq üçün nə eləmək lazımdır? Kök çakrasının dediyimiz kimi rəngi qırmızı rəngdir. Bu zaman qırmızı, məsələn, müəyyən qırmızı paltarların geyinilməsi, hətta çantada belə, məsələn, qırmızı rəng elementinin olması, ona bir qırmızı lent bağlanması, qırmızı qida məhsullarından, yəni təbiətdə təbii olaraq yetişən, torpaqda təbii olaraq yetişən qırmızı qida məhsullarından istifadə olunması bu çakranın aktivləşməsinə kömək etdiyi düşünülür. Eyni zamanda kök çakrası dediyimiz kimi bu torpaqla bağlı olan bir çakradır. Yəni insanın sanki kök çakrasından ağacın kökü kimi enerjini kök salaraq torpağa daxil olduğu, torpağa keçdiyi, torpağa bağlı olduğu düşünülür. Buna görə də bu çakranı dəngədə saxlamaq üçün insanın torpaqda təmas olması
torpağın üzərində torpağa basaraq, ayağını torpağa basaraq, torpaqda təmas edərək yürüyüş eləməsi, hərəkət eləməsi bu çakranın aktiv olmasına kömək elədiyi düşünülür. Eyni zamanda bunu qeyd etmək istəyirəm ki, kök çakranın aktiv olması üçün, yəni onun normal işləməsi üçün bəzi meditasiyalar da yerinə yetirirlər. Bunlardan biri də sadəcə olaraq, məsələn, stulda oturub kök çakranın olduğu nöqtədən, yəni həmin büzdün nöqtəsindən bir ağacın kökü kimi yerə şaxələnib keçən, yəni enerjinin sanki ağacın kökü kimi şaxələnib yerə keçdiyini, həmin nöqtədə yerə keçdiyini təsəvvür eləmək və insanın bədənində olan nə qədər mənfi enerjilər var, qorxular, əndişələr, narahatçılıqlar, gördüyü işlərin necə olacağı barədə onun bəzi əndişələri falanı, onların hamısının torpağa keçdiyini, eyni zamanda da torpaqdan çox gözəl, təmiz, güclü enerji aldığını hiss eləmək və bunu hiss edərkən də enerjinin həmin nöqtədə fırlandığını, dönüb dolandığını təsəvvür etməkdir. Bu da bir meditasiyadır. Yəni bunun da kök çakranın açılmasına, onun mənfi enerjidən azad olub müsbət enerji ilə dolmasına kömək elədiyini düşünürlər. Bununla bərabər, bununla yanaşı təbii ki, yəni şəxsən mənim öz fikrimə görə kök çakranın torpaqla təmas, bütün bunlar hamısı təbii şeylərdir. Bunları hətta elmi cəhətdən də təsdiq edir. Çünki hər bir insanın bədənində doğulduğu torpağın elementlərinin daha üstün olduğu, ona öz yetişdiyi torpaqda yetişən məhsulların daha çox xeyir verdiyini elmi cəhətdən sübut ediblər. Bunlar hamısı inandırıcıdır. Amma digər tərəfdən hər bir çakranın, hər bir enerji mərkəzinin normal işləməsində biz görərik ki, duyğuların da rolu var. Yəni bu qorxuda, əndişədə, narahatçılıqda bunlar da hamısı duyğulardır. İnsanı aşağı çəkən, onun enerjisinin frekansını aşağı salan duyğulardır. Deməli, həmin yürüşlə, torpaqla təmasla, torpağın yetişdirdiyi meyvələri, ümumiyyətlə məhsulları qəbul eləməklə, qırmızı rəngdən istifadə eləməklə kök çakranı açmağımızla bərabər, eyni zamanda insanın əminlik duyğusunun olması da kök çakranın yaxşı işləməyinə, insanın həyata, dünyaya köklənməyinə kömək edir. Və bu əminlik duyğusunu da yaranması üçün insanın deməli maddi aləmlə mənəvi aləm arasında bir bağ qurması lazımdır. Əgər maddə dünyasında doğmuşuqsa, biz istər-istəməz, istəsək də istəməsək də bu maddə dünyasında olan maddi nimətlərdən istifadə edirik. Və bunu istifadə edərkən müxtəlif formalarda onun əldə eləməyimiz qarşımızda məqsəd olur. Yəni bu kiminsə hər hansı bir universitetə girməyi olar, bu kiminsə ev alması olar, bu kiminsə maşın alması fikri olar, pul qazanmaq fikri ola bilər. Bunları eləməyimizlə bərabər biz həm də bir mənəvi aləmdən bura gəldiyimizi, yəni ruhumuzun mənəvi aləmlə bağlı olduğunu unutmamalıyıq. Yəni hər bir insan əgər xatırlasa ki, onun bu dünyada olma səbəbi boşuna deyil, bu bir yaradıcı tərəfindən buraya göndərilmişdir və mənəvi aləmlə daima onun bağları qorunub saxlanılır. Yəni biz o mənəvi aləmə bağlıyıq, oradan güc alırıq və əgər insan mənəvi aləmlə bağlarını güclü tutarsa, bu bağları qoruyarsa, onda kök çakrasının deməli enerjisinin yaxşı işləməsi daha asan olur.